Uşaq 2 gündür ki, palasadadır. Həkim, vallahi imkanım yoxdur. Amma çalışacağım ki, bugün həll edeyim. Ya gətirin 5 manatı verin, ya da uşağı çıxardım burada. Oldu həkim. Oldu, oldu. Çətinə düşəndə Ayətül Kürsünü oxu. Bismillahirrahmanirrahim. Allahu la ilahe illa huvel hayyul qayyum. Rami, senden 1000 manat borç almıştım ha. Yanından da. Çoxdan da olsa verebilmirdim. Şimdi düzeltmişim. Hara getirim? Hər bir kəs Ayətül Kürsünü tez-tez zikr eləsə, bütün dağıdıcı qüvvələrdən müdafiədə olmuş olar. İnsanın həm ruhu, həm cismi daima amanda olar.